Hər kəsə salam. Demək gördüyünüz kimi bugün 80 kubluq mühərrikin qalovkasıdır. Klapanları yeniləmişik və yoxlamaq üçün. Bax bu hissəsinə baxın benzin tökmüşük ki çıxış və giriş hissədən hava ilə vuracaq və sızıntını yoxlayacaq. Demək bu hissə təmizdir, heç bir sızıntı yoxdur və alt hissəni də yoxlayırıq. Bu hissədə heç bir problem yoxdur. Sadəcə problem var. Demək sveçanın bağlanan hissəsində sızıntı var. Yəni salbat olunub sveçanın. Baxın onu da sizə göstərəcəm. Gördünüz. Və bunun da həll yolu butulka dairə şəklində butulka qoyulacaq. Yəni həmin hissə genişlənəcək və dairə şəklində rezba açılacaq və həmin o rezbanın öz zavaskoy sveçasından bağlanacaq.